bilərsiz, qədim dövrdə insanlar bu təsvirləri niyə çəkib? Hansı qəbilələrsən? Konuşabilirsen sen. 2A sinifindən. Birinci dəfədə belə qəbilə eşidirəm. Bu necə dəyənədə? Bizdə, bizim qəbilədə belə geyinirlər. Bəs sən kimsən? Mən ovçuyam. Ovçu? Bunları doğru. Bu herkesler seni niye çəkirsən? Dünən ovladığım öküzün rəsmidir. İndi yenə gedəcəm ova. Ovladığımız heyvanların yerinə çəkirik bunları. Bildim. Olar, mən də səndən gəlim ova. Mesela gelecek dövrlerde artık yavaş yavaş 3000'ci illərə keçdikdə, artıq teknolojiya gəlişdikdə məncə insanlar artıq zaman maşinesini icad edərlər. Məsələn, zaman maşinesinin içine girirsən, istədiyin bir yerin vaxtını yazırsan, məsələn, mən 1935-ci ilə getmək istəyirəm. Onda ora yazırsan, sonra da 1-2 saniyə sonra qapını açırsan, görürsən ki, artıq sən 1935-ci ildəsin. Tamam, sen belə görürsən. Rabitəni bu cür görürəm. İnsanlar artıq işlərinə getməyəcəklər, uşaqlar da məktəbə getməyəcək. Belə olacaq. İndi bir dənə profka olacaq, pul kimi. Pulda belə basacaqsan, tez hazır olarsan, 1-2 saniyədə məktəbdə istədiyin yerə oturarsan. Məsələn, adsan, yemək pulu ödəməyə ehtiyac yoxdur. Bir dənə profkaya basarsan, sənin istədiyin yemək gələcək. Hər şey pulsuz olacaq. Bəs pulu da necə qazanacaq müəllimə? Oradan da pul yeri yükləyəcəyik. Pul yeri yükləyəndən sonra məsələn yazacağıq ki 2 milyar 88 manat pul istəyirəm. O da sənə o qədər pul verəcək. Asan əldə eləyəsən bir sözlə. Heç kim işləməyəcək. Elif deyir ki, bəs o kredit deyil. Sana port verəcəm. Ne yazmışsın? Ne yazmışsın? Ne yazmışsın? Ne? Ne yazmışsın? Oo, sen? Aha. Aha. Heç kim verçimə deyil. Çünki Evrəm səni mənə verib. Ne yazmışsın? Yaşlı